Bugün anım günüdür. Bugün onu deməlidirlər. Bugün nəinki məktəbdə, bütün müəssisələrdə, zavodlarda, fabrikalarda, hər yerdə tələb olunmalıdır ki, biz şəhidlərimizi ziyarət etmək. Təkcə 27 sentyabrda yox. Ən azı ayda 2 dəfə, 3 dəfə gəlib ziyarət etməlidir. Mən bura dəfələrlə gəlirəm ki, yalnız bir neçə şəhid anası var və bir neçə qazi var və yaxud da belə olmamalıdır. Bu xalq unutmamalıdır. Bayaq bizim 1992-ci ilin qazisi Vətənoğlu 92-ci il şəhidlərin üzərində deyir ki, biz bu şəhidləri unutmuşuq. Deyirəm, niyə? Deyir, unutmasaydıq biz bu 92-ci ildə şəhid verdiğimiz qardaşlarımızın üstünə də gəldik, fərq qoymazdıq. Ona görə də əziz Azərbaycan xalqı, bizim sizlərdən istəyimiz bundan ibarətdir ki, şəhidlərimizə fərq qoymayın, şəhidlərimizi daimi ziyarət edin. O evlatlar böyüdürük evlərdə, onları vətənpərvər ruhda böyütməliyik. Erməni hər zaman, kimsə deyə bilməz ki, erməni daha qutardı, biz dostluq eləyəcəyik və yaxud da ki, münasibət olacaq, artıq onlar məğlub olub, artıq falan filan. Bu pafosdur, yəni gəlin özünüzü allatmayalım.